Eyni ixtisas həm orta ixtisas təhsili müəssisələrində, həm də universitetlərdə tədris edilir. Söhbət orta ixtisas təhsil müəssisələrində pedaqoji yönümlü kadrların hazırlığını həyata keçirən ixtisaslardan gedir. Son illərə qədər orta ixtisas təhsil müəssisələrində pedaqoji yönümlü kadr hazırlığı həyata keçirilirdi. Burada ibtidai sinif müəllimliyi, o cümlədən məktəbəqədər təlim-tərbiyə, həmçinin xarici dil, eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə tədris aparılırdı. İndi isə yalnız məktəbəqədər təlim-tərbiyə, təsvir incəsənət müəllimliyi, fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq müəllimliyi ixtisasları orta ixtisas təhsil müəssisələrində tədris edilir. Təhsil ekspertləri bildirirlər ki, sözgedən ixtisasların kolleclərdə tədrisi ixtisaslı kadr çatışmazlığı yaradır. Kolleclərin artıq istər pedaqoji, istər texniki və mühəndislik ixtisaslarla bağlı kadr hazırlığı əmək bazarında kifayət qədər zəif hazırlandığı ortaya çıxıb tədqiqatlar nəticəsində. Kolleclərin kafedraları yoxdur. Bu istiqamətdə elektron kitabxanaları yoxdur, elektron qiymətləndirmə mexanizmləri yoxdur. Yəni, qeyd etdiyimiz ixtisaslar üzrə kolleclərdə kadr hazırlığı effektiv həyata keçirə bilməz. Alternativi olaraq, məsələn, biz məktəbəqədər təhsili mütləq şəkildə ali təhsilli mütəxəssis olaraq hazırlamalıyıq. Çünki müəllim əgər ali təhsilli mütəxəssisdirsə, mütləq ali təhsil almalıdır. Bu birinci məsələ. İkinci məsələ, kolleclərə qəbul olma balları ilə bağlıdır. Biz bilirik ki, qeyd etdiyimiz ixtisaslar üzrə kolleclərə 90-120 bal arasında qəbul olmaq mümkün olur. Ali təhsil müəssisələrində bu ixtisaslara isə 400 balın üzərində siz qəbul ola bilirsiniz. Ekspert onu da bildirib ki, təhsil sahəsində inkişaf etmiş ölkələrdə bu proses tamamilə fərqli mexanizmlə aparılır. Buna görə də həmin ölkələrdə təhsilin səviyyəsinin göstəriciləri də yüksək hesab olunur. Qeyd edirəm ki, dünyanın müxtəlif ölkələrində pedaqoji tələblər tamamilə fərqlidir. Pedaqoji ixtisaslara tələb müxtəlifdir. Məsələn, Finlandiyada mütləq şəkildə sizin magistr təhsiliniz olmalıdır, amma sizin magistr təhsiliniz olmağınız sizin pedaqoji fəaliyyətinizə təkcə icazə vermir. Sizin təhsil aldığınız müddət ərzində akademik göstəriciləriniz, yəni OMG-niz, orta müvəffəqiyyət göstəriciniz 80-in üzərində olmalıdır. Yəni, biz istəyirik ki, pedaqoji fəaliyyətdən ən yaxşı mütəxəssislər məşğul ola bilsinlər. Çox təəssüflər olsun ki, Azərbaycanda məsələn kimsə 90 balla belə məktəbəqədər təhsilə qəbul olmaq mümkündür. Sonradan bu bağçaya gedəcək. Xeyr, bu belə deyil. Onun pedaqogikası var, psixologiyası var, eyni zamanda digər akademik biliklər var ki, az ballı şəxsləri siz bunlara öyrədə bilməzsiniz. Qeyd edək ki, məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə kadr hazırlığı Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetində, eləcə də Dillər Universitetində həyata keçirilir. Nərmin Məmmədhəsənli, Bəxtiyar Babayev, Xəzər xəbər.